Məktəb elə bir ocaqdır ki, oduna yanan müəllimlər və onların şöləsindən işıq, istilik alan isə biz şagirdlərik. 31 may 2025-ci il tarixində Yevlax rayon Aran2 qəsəbəsi Vüqar Əmraslanov adına 2 saylı tam orta məktəbin 50 illik yubileyinə həsr olunmuş yarım əsrlik məktəb adlı möhtəşəm bir tədbir təşkil edilib. 1975-ci ildə təməlli qoyulan məktəb bu gün də savadlı, ziyalı, öz peşəsini sevən və onu layiqincə yaşadan neçə şəxsiyyətlər yetişdirməyə davam edir. Bu təntənəli tədbirin aparıcılarından biri də mənəm. Bununla yanaşı şagirdlərlə birlikdə müəllimlərə aid könül oxşayan möhtəşəm bir səhnəcik hazırlamışıq. Tamaşaçılar isə Yevlax rayon icra başçısı, bir sıra idarə rəhbərləri və ziyalı, əməkdar təhsil işçilərindən ibarətdir. Savadlı və təcrübəli insanların qarşısında çıxış etmək mənim üçün həyəcanlı və qürurverici bir hissdir. Bəlkə də bu adi bir şeydir. Amma zəhmətlə qazanılan hər bir şey daha əzizdir. Ürəyiniz aparan yolla gedin. O zaman uğur qazanacaqsınız. Biz isə böyük uğurlara kiçik addımlarla irəliləyirik.